Hörmətli tamaşaçılar, iqtisadiyyat xəbərlərindən dərhal sonra da sizə maraqlı xəbərlər təqdim edəcək. İndi isə ekonomiksi təqdim etmək üçün sözü Rasim Şərifova vermək istəyirəm. Axşamınız xeyir olsun, Rasim. Vaxtınız xeyir olsun, Mehman. Siz hansı xəbərlərlə gəlmişsiniz? Ötən həftə ərzində Azərbaycan nefti kəskin eniş edib, dünya birjalarında da maraqlı tendensiya nəzərə çarpır. Bu saatda bu və digər xəbərlərlə az sonra məlumat verməyə çalışacağım. Buyurun, təqdim edin. Beləliklə efirdə ekonomiksdir. Bolqarıstan Azərbaycan qazını alacaq. Bununla bağlı Azərbaycan Dövlət Neft Şirkəti ilə Bolqarıstanın Bulqarqaz və Bulqartransqaz şirkətləri arasında 2 sənəd imzalanıb. Bolqarıstan tərəfi təbii qazın tezliklə nəql edilməsində maraqlı olduqlarını bildiriblər. Qazın 2016-cı ildə daşınması nəzərdə tutulub, illik həcm 200-300 milyon kubmetr təşkil edəcək. Bu arada Azərbaycan nefti ucuzlaşır. Belə ki, keçən həftə Azərlight brendi ilə dünya bazarına çıxarılan neftimizin bir barelinin orta qiyməti $98.77 təklif olunub. Bu isə 27 sent ucuzlaşma deməkdir. Azərbaycan neftinin maksimal qiyməti $99.54, minimal qiyməti isə $98 olub. Novorossiysk kəməri ilə ixrac etdiyimiz qara qızılı isə $94.55 satılıb. 15-19 sentyabr tarixlərində Brent nefti orta hesabla $97 satılıb, yəni 20 sent eniş edib. Bu ilin yanvar-avqust aylarında informasiya və rabitə sektorunda əhaliyə 1 milyard manata yaxın xidmət göstərilib. Yəni bu sektorda ötən ilin müvafiq dövrə nisbətən 10,5%lik artım olub. Xidmətdən əldə olunan gəlirlərin 60% və ya 600 milyon manatı mobil telefon operatorlarının payına düşüb. Bu göstəricidə 8%lik artım deməkdir. Dövlət güzəştli kreditləri yalnız təsərrüfatını sığortalayan fermerlərə verilə bilər. Bununla bağlı müzakirələr aparılır. Ekspertlər sahibkarları kənd təsərrüfatı sığortasına cəlb etmək məqsədilə digər stimullaşdırıcı təşviklər də edirlər. Kənd təsərrüfatı sığortası üçün ayrılan vəsaitlər hansısa formada sahibkarlar üçün həvəsləndirici vəsait roluna çıxış etməlidirlər. Yəni, ya məsəl üçün mən çox təşrif edərdim ki, kənd təsərrüfatı ilə məşğul olan sahibkarların sığorta məbləğlərinə, sığorta ödənişlər, sığorta haqlarına ayırdıqları məbləğ onların məsəl üçün vergi tutulan bazasını azaltsın. Yəni, onlar vergiyə cəlb edilməsinlər və sahibkarlar həmin o ödədikləri sığorta haqlarını öz xərclərinə sala bilsinlər. Və yaxud ikinci bir təşrifim ola bilər ki, sığorta yalnız öz risklərini sığorta eləyən kənd təsərrüfatı ilə məşğul olan sahibkarlar güzəştli kreditlərdən istifadə edə bilsinlər. İndi isə vaxt xarici xəbərlərindir. Fransadakı iqtisadi böhran Avropanın inflasına gətirib çıxaracaq. Yenidən siyasətə qayıdan Fransanın keçmiş prezidenti Nicolas Sarkozy belə bəyanatla çıxış edib. 2008-ci il böhranı bütün ölkələri bürüyən bir böhran idi. Lakin 2014-cü il böhranı Avropanı iflas etmə sürükləyən böhrandır. İki böhran arasında fərq yalnız bundadır. Bu acınacaqlı vəziyyət məni yenidən siyasilə qayıtmağa vadar edib. Əgər mən 2017-ci il seçkilərində qalib gələrəmsə, Fransanın vergi sisteminin yenidən qurulmasını tələb edəcəm. Mən anlamıram insanları və şirkətləri ağır vergilərlə necə yükləmək olar. Bundan sonra onlardan rəqabət gücü tələb etmək mümkündürmü? İndi ən vacib məsələ müəssisələrə bazarda öz mövqələrini tutmaq üçün şərait yaratmaqdır. Çinin onlayn ticarət bazarının lideri Alibaba qrupunun New York birjasına sırayışla daxil olmasını mütəxəssislər qrupun triumfu kimi dəyərləndiriblər. Şirkət bazara səhmlərinin hər birinin qiyməti $68 olmaqla 13%-ni çıxarıb. Bu səhmlər bazarlarda böyük ajotaj yaradıb, qiymətli kağızlar $92.70 sentdən alınıb. Bu da 36%lik artım deməkdir. Xatırladaq 1999-cu ildə İngiltərəli Jack Ma tərəfindən təsis edilən Alibaba Çin onlayn bazarının 80%-nə nəzarət edir. Müştərilərin sayı 280 milyonu keçən qrupun illik dövriyyəsi $300 milyard təşkil edir. Gəlirlərin yalnız 10%-i xarici bazarın payına düşür. Almaniyanın Siemens şirkəti Amerika Birləşmiş Ştatlarının neft mədən avadanlığı istehsalçısı Dresser-Rand'ı $7,6 milyard alınmasını təsdiq edib. Bu sözləşmə Dresser-Rand'ın İsveçrənin Schulzer şirkəti ilə birləşməsinə mane ola bilər. Satın alma şərtlərinə görə Siemens Dresser'i hər səhminə görə
83 dollar ödəməlidir. Bundan əlavə martın 1-dən etibarən birjaların sessiyalarının bağlanmasına dək Siemens hər səhm üçün əlavə olaraq 55 sent ödəyəcək. Xatırladaq ki, Dresser-Randın alınmasından daha bir nəhəng sənaye qrupu General Electric-də maraq göstərirdi. İndi isə dünya birjalarındakı tendensiyaya nəzər yetirək ki, neft bazarı həftəyə enişlə başlayıb. Amerikanın New York əmtəyi birjasında aroca çıxarılan light neftinin bir bareli 91 dollar 22 sentə təklif olunub, yəni 0,6% enib. London birjasındakı Brent neftinin qiyməti isə 97 dollar 81 sentdir. Bu isə 0,55% ucuzlaşma deməkdir. Metallar bazarındakı vəziyyəti ürəkaçan hesab eləmək olmaz. Qızılın qiymətində azalma dinamikası davam edir. İndi onun bir unsiyasının qiyməti 1212 dollardan da aşağıdır. Gümüşün qiymətində də 2%-ə yaxın eniş qeydə alınıb. Bu metal hazırda təqribən 17 dollar 54 sentə satılır. Platində ucuzlaşır, palladium, mis və alüminiumda nəzərə çarpacaq eniş ediblər. Amerikanın aparıcı fond birjalarında səhmlər qırmızı zonadadılar. Avropa birjalarında isə dinamika müsbətdir. Qrafikadan da göründüyü kimi həm Almaniyanın DAX-ı, həm də Böyük Britaniyanın FTSE 100-ü artım ediblər. Yaponiya Nikkei 225 indeksi də ucuzlaşan səhmlər sırasındadır. Bu saat avro dollar 1.28.64-də mübadilə olunur. Dollar yen 109, funt sterling dollar 1.63-61-ə bərabərdir. Nəhayət, Azərbaycan Mərkəzi Bankının rəsmi valyuta məzənələri. Dollar 78 qəpik yarım, avro 1 manat, Rusiya rublu 2 qəpik, Türk lirəsi isə 35 qəpikdir. Bu gün olan iqtisadiyyat xəbərlərini təqdim etdim. Mehman sözü yenidən sənindir. Çox sağ ol Rasim.